Sayın Cumhurbaşkanı, əziz qardaşım, sayın törən iştirakçıları, bugün Türkiye-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür. Iğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir. Burada deyildiyi kimi, Naxçıvanda sayın Cumhurbaşkanı ilə birlikdə bir il buçuk bundan önce biz bu gaz xəttinin təməlini qoyduq və artıq bu gözəl törəndə iştirak edirik. Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır, ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cumhuriyyəti 1920-ci ildə süqut edəndən sonra, ondan 5 ay sonra Sovet hakimiyyəti Batı Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bu bir əsrdən çox davam edən ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Özəlliklə 1-ci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda Naxçıvanı ablukaya aldı. Onların planlarında Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın başqanı kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün Naxçıvanlar səfərbər oldular, öz doğma torpaqlarını savundular və işğalçını yerinə oturtdular. Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən Ümid Körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın azad olunmasına çox önəmli töhfə vermişdir. Bugün Türkiyə və Azərbaycan iki qardaş ölkə dev projeləri gerçəkləşdirir. Bakı, Tbilisi, Ceyhan, Bakı, Tbilisi, Erzurum, Tanap kimi petrol, qaz, boru xatları projeləri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bugün Azərbaycandan Türkiyə üzərindən gedən qaz bir çox ölkələrin enerji güvənliyini təmin edir. Keçən sənə Azərbaycanın qaz ixracatı 25 milyar metrekübə çatmışdır. Onun təxminən yarısı Türkiyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji güvənliyini gücləndirir. Bugün açılışında iştirak etdiyimiz proje Naxçıvanın enerji güvənliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə üzərindən swap şəklində Naxçıvana ötürülərək artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır. Bizim birgə həyata keçirdiyimiz enerji projelərimiz eyni zamanda ulaşdırma projelərinin gerçəkləşməsinə də imkan verdi və bugün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl avantajlar sağlayır. Həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Özəlliklə Türk dünyasını birləşdirmək üçün bu ulaşdırma bağlantısının çox böyük mənası var, çox böyük faydası var. Və təbii olaraq Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına bir böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz qardaşım Sayın Cumhurbaşkanının çox böyük rolu var.
onun liderliğiyle hem Türkiye'de büyük uğurlar, başarılar elde edildi, hem Türk dünyasının daha da sık birleşmesi için yeni imkanlar yarandı. Azerbaycan da her zaman Türk dünyasının birleşmesine çok büyük önem verirdi ve öz tarafından bu birliği sağlamak, bunu ebedi etmek ve orta çıkarlar ve orta tarih üzerinde ilişkileri kurmak için öz səylərini əsirgəmirdi. Bugünkü tören bir daha Türkiye-Azerbaycan birliğini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzəhürüdür və əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bugün bu güzel Ramazan ayında bu töreni de bayram kimi qeyd edəcəklər. Öz adımdan bütün bu işlerde iştirak etmiş yoldaşlarımıza, arkadaşlarımıza təşəkkürümü bildirirəm. Qısa müddət ərzində cəmi bir ildən bir qədər çox inşaat işləri çəkdi və artıq bu gözəl törəndə biz iştirak edirik. Bir daha hər birimizi, Türkiyə-Azərbaycanı bu gözəl hadisə münasibəti ilə ürəkdən təbrik edirəm. Xalqlarımıza, dövlətlərimizə yeni başarılar, yeni uğurlar diləyirəm. Sağ olun. Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev tablo için teşekkürlerimizi arz ediyoruz.